İmam Səccad əleyhissalamın o Zeynül Abidin, ibadət edənlərin zinəti ləqəbi ilə məşhur olan Həzrət buyurur: "Fəkəm qad rəeytu ya ilahi min unasin talabul izzə bi qeyrik fazallu." Ey mənim Rəbbim, mən insanlar içərisində nə qədər insan gördüm, toplum içərisində nə qədər insan gördüm ki, onlar izzəti, hörməti, gücü, qüvvəti səndən başqasında axtardılar, amma sonda xaru zəlil oldular. Güc və qüdrəti səndən başqasında bildilər və ardıca buyurur: "Varamus sarva min sivake faftaragu." Və sərvətin, varın, dövlətin səndən başqasının onlara verdiyini düşünərək onlardan umdular, yəni onlardan dilədilər, amma sonda fəqir və yoxsul halda onlar dünyanı xar-ı zəlil halda tərk etdilər. Buradan məlum olan budur ki, əzizlər, bizim Rəbbimiz mütləq qüdrət, qüvvət sahibidir. Çox şahlar, sultanlar, zalimlar çox Allaha qarşı meydan oxuyublar. Amma Allah rəhmət eləsin, Mün'im Ərdəbilinin Təcəlliyat əsərində belə bir şeiri var: "Tarix əcəb ibrət-i övlad-ı bəşərdir." Biz istər yaxın, istər uzaq keçmiş tariximizə baxmış olsaq, nə qədər insanları o qədər Allah qarşısında mənəm deyən insanların sonda Rəbbimiz qarşısında xar və zəlil olduğunun şahidi olmuşuq. Əzizim, sən bugün hər şey dana bilərsən. Nə cənnət, nə cəhənnəm belə deyə bilərsən. Hətta qarşımızda olan bu səmavi Quran-ı Kərim kitab Allahın kitabı deyil deyə nəuzubillah, nəstəcirubillah sıradan içimizdən biri olan, adına belə həqarət etdiyin halda bir insanın Muhammedin deyərək öz yazmasıdır deyə salavat zikr edək. Bu kimi düşüncədə ola bilərsən. Nəuzubillah, hətta Allaha belə meydan sulaya bilərsən. Amma ölüm mələyi sənin sinüyə çöküb canı aparmaq istədikdə, almaq istədikdə, mən qalmaq istəyirəm, getmirəm, yaşamaq istəyirəm deyə bilməyəcəksən. Ona görə Allahla ədəb qaydalarında bu çox mühümdür ki, insan əqidə etməlidir ki, ən yu'minəl insan və azamətullah əzzə və cəllə və qudrətihi alə kulli şey. Allahın əzəmətinə və onun mütləq qüvvət, qüdrət sahibi olduğuna insan inanmalıdır, etiqad etməlidir. Mən buradan bir haşiyyə çıxaraq, olmuş bir pəhləvanın başına gəlmiş bir ibrətli bir hadisəni danışmaq istəyirəm. İmam Əli əleyhissalam buyurur ki, İzavuziya İbnül Adəmə alət turab, elə ki, Adəm övladını torpağa qoydular, səni, məni bugün meydan sulayan hər kəsi, elə ki, torpağa qoydular, torpağa qoyanda, qəbrə qoyanda, nudiyə mələkun minəl mələikəti besalasati sayahatin, mələklərdən bir mələk, Allah həvalə eləyər, müvəkkil eləyər, o qəbrə gedənə 3 söz deyər. 3 səslə, seyhə, yəni səslə, səslənər. Onlardan birincisi bu olar: Ətərəktə dünya əmid dünya tərəkətkə. Sən dünyanı buraxdın, ayrıldınız, yoxsa o səni buraxdı, dünyadan ayrıldınız. Axı, bəziləri o sarmaşıq təki dünyaya sarınıb da, elə bilir ki, elə hər şey belə də olacaq, belə də qalacaq, belə də gedəcək. Deyir, mələcin birinci sualı bu olar ki, de görüm, sən dünyanı buraxdın, bir-birinizdən buraxıldınız, ayrıldınız, yoxsa dünya səni buraxdı, bir-birinizdən ayrıldınız. İkinci sözü bu olar ki, وَمَا اَيْنَ أَحِبَّاُكَ وَمَا اَوْحَشَكَ. Ax, sənin yaxşı dostların var idi. O dostlara arxain olub,
məzlumun haqqını alardın, vurardın, mənimsəyərdin, kimə deyirsən getdi, özüm bilərəm, kim mənə nə edər deyə ifadələrini işlədirdin. Eynə əhibbâuke və mâ əvhəşək. O dostlar hara getdi? İndi səni burada qorxunc vəziyyətə salan, hanı? O dostların heç biri sənin yanındadır. Onlara arxayın olub din, iman, Allah hər şeyi əlindən verdin. Dünya axirətüvə satdın. Bəzən ən acınacaqlısı öz axirəti başqasının dünyasına görə satdın. Öz dünyon cəhənnəm, başqasının dünyasına belə öz axirəti üçün qurban verdin. Mələk deyər, eynə əhibbâuk və mâ əvhəşək. Axı o dostlara, qardaşlara arxayın olub sən qorxmurdun, mənəmlik edirdin. Üçüncü sual, eynə bədənükəl qaviyyü və mâ əzəfək. Sənin vuran əlin var idi, güclü qolun, qüvvətin var idi. Eynə əhibbâuk, indi burada çarəsiz duruma düşübsən, özü belə müdafiə eləyə bilmirsən. İmam Əli əleyhissalam buyurur ki, məzmunu bu cürdür hədisin. Məzlumun zalıma divan tutduğu gün, zalimin məzluma divan tutduğu gündən daha ağır və daha çətin olacaq. Bu gün ola bilər. Sən müəyyən güc, qüvvələrdən, strukturlardan sui-istifadə edərək məzluma əziyyət eləyəsən, onun haqqını mənimsəyəsən. Amma məzlumun zalıma divan tutduğu gün, qiyamət günü, bu dünya məhkəmələrində yanlış qərarlar ola bilər. Mən demirəm bütün dünya məhkəmələrində olan bu strukturlar hamısında verilən qərarlar yanlışdır. Yox, o cür başa düşülməsin. Amma bunu əminliklə söyləmək olar ki, yanlış qərarlar olur. Bilirsiniz nə zaman olur? Məhkəmədə iştirakçı kimi və yaxud da aramızda o işdə, o peşə sahəsində işləyənlər varsa bilir. Hakim, müttəhim və şahidlər ittiham edirlər. Hakimin işi müttəhim haqqında şahidlərin qərar və ifadələrini dinlədikdən sonra hökm çıxarmaqdır. Məhkəmə ərəb dilində bizim dilimizə keçmiş sözdür. Hökm oxunan yer, hökm oxunan zaman, məkan, yer mənasını ifadə edir. Əgər hakimin işi hadisəni müşahidə etmək deyil, hakimin işi müttəhim haqqında şahidlərin ifadəsini dinləyib, nəticədə müttəhimə edilən hökm, oxunan hökmü oxumasıdır. Əgər şahidlər yalançı olarsa və ya muzdurlu olarsa, pulla Əlinin, Vəlinin, Həsənin, Hüseyninin üzünə durub bu sözləri deməlisən deyə bu səhnələşdirilibsə, hakim də fərz eləyək məsələdən xəbərsizdir. O zaman hakim şahidlərin ifadəsi nəticəsində müttəhimə hökm oxuyursa, qərar verirsə, bu yanlış ola bilər. Bu dünya məhkəmələrində, bu sistemdə bu mümkündür. Amma biz qorxaq o ilahi məhkəmədən ki, bugünün şahidi sabahın hakiminin özüdür.